kitab festivalındayım. Bura çox maraqlıdır və mənim burada çoxlu dostlarım var. Düzdür, onlar məndən yaşda çox böyük olsalar belə, mən onlara həmişə dost deyirəm. Çünki onlar mənə kitabları sevdiriblər. Gəlin bir həmin stendlərə yaxınlaşaq. Həqiqətən sənə halal olsun. Uşaqların çoxu, inşallah səni görürlər. İnşallah. Allah sizinlə. Çox görürlər. Təşəkkür Səccad abi, təşəkkür çox sağ ol. Sən də hədiyyə kitab Sağ ol. Kitab blogeriydi. Yarışmasından mən mükafat qazanmışdım. İstədim ona da bir hədiyyə. Allah. Bu da sənin mükafat. Mən kitab blogeri yarışmasından Daha büyük mükafatları. Sen yine galip oldun seni. Bu qalibiyyətimlə sizə də kiçik bir hədiyyə var. Ay, çok sağ ol, çok sağ ol. Çok teşekkür ederim. Ağzı şirin olsun. Sağ ol. Sen, hoş geldin. Hoş geldin. Yaxşıyam. Hoş gelmişsin. Necə gedir? Çok sağ ol. Ben bir tane çekeceğim. Bunu ben koyayım. Yarışmasına qalib gəlmişdim. Qazandığım mükafatla sizə kiçik hədiyyə. Çok sağ ol. Səni təbrik edirəm. Uğurların çox olsun. Həmişə kitabın tədbirlərdə olasan. Çok sağ ol. Hoş geldin. Çok sağ ol. Sağ ol. Ha, bir de bu. Yap bakalım. Yerine getir. Necəsən? Çox sağ ol. Çox sağ ol, çox sağ ol. Sağ ol, Səccad. Libra kitabın təşkilatında belə bir çarx var. O manatlıq alış-veriş edənlər bir dənə kitab almaq olur. Baxaq görək nə düşəcək. Söhbətdən bir kitab düşdü. Gəlin seçin. Mən Qusar Tarzanlı kitabını seçdim. Bu Bərəkət Nəşriyyatı tərəfindən. Salam, mən Cəbiyev Səccad. Mən kitabları çox sevirəm. Bilirik ki, kitablar bizi daha parlaq, uğurlu gələcəyə aparan seyirli bir açardır. Mən kitab blogeri yarışmasında bir mükafat qazanmışdım. İstədim ondan sizə də kiçik bir hədiyyə verim. Çox təşəkkür edirəm. Səccad Cəbiyev demək kitab blogeridir. Mən demək bu bayramda gəlişin də təsadüfi deyil, həm də bir kitab sevərsən. Mən təşəkkür edirəm. Dostum nəşriyyatı təsis eləmişik. O da uşaqların, gənclərin dostu olacaq. Mən də həmin dostum adından sizə təşəkkür edirəm. Qədimqala adından təşəkkür edirəm ki, kitab sevərsiniz. Ailənizə təşəkkür edirəm ki, sizə dəstəkdir. Və mən də bu marafonda yox, amma növbəti marafonda siz mütləq bizim nəşriyyatla bir əlaqə saxlayın. Bloger dostumuz növbəti mərhələdə bizim kitabı da oxusun, şərh eləsin. İnşallah. Oldu mu? Təşəkkür edirəm. Çox sağ olun. Ağzın həmişə şirin olsun.